Xoş gördük, əziz dinləyicilər. Müqəddəs Ramazan ayı daxil oldu və bilirsiniz, həmişə bu müqəddəs aylar daxil olduqda bizim bu firqə mollaları özündən bir fokus çıxardırlar. Gah biri ayı gəzir, gah biri ayı görmədim, gah biri deyir ayı gördüm və s. və ilaxır. Siz bu xəstəlikləri artıq çoxdandır bilirsiniz və biz bu xəstəliklər içərisində yaşayırıq. Siz bir anlıq düşünün ki, bu günləri artıq rəsədxanalar var. Rəsədxanalar ayın çıxdığını, günəşin hansı saatda çıxdığını, günəş haçan üfüqdə olduğunu, batdığını hamısını dəqiqliyi ilə bilir və bu günləri bunlar riyazi həll variantı olaraq çox asan şəkildə həyata keçirilir. Amma hər şeyi qəbul edən bu firqə mollaları təkcə ayın görünməsini rəsədxanaya tapşıra bilmirlər. Deyirlər, yox, özümüz görəcəyik. Bununla işim yoxdur, amma bir anlıq düşünün ki, keçmişdə ümumiyyətlə heç bir rəsədxana və yaxud da ki, heç bir riyazi həll yox idi. Allah Taala namaz və orucu o qədər doğru, düzgün şəkildə, o qədər insanların anlayacağı şəkildə göndərib ki, yəni bunların sərhədlərini ayırt etmək çox çətin deyil. Bir anlıq düşünün ki, namazların vaxtında belə bu öz əksini tapıb. Sübh namazı, yəni sübh olan vaxtı, günorta zöhr namazı, yəni günəşin zenitdə olduğu və axşam namazı, yəni gündüzün gecəyə daxil olduğu. Və bu mənada biz Ramazan ayının da sərhədləri bunlardır. Amma bu günləri həm də mən o qardaşlarıma bildirmək istəyirəm ki, bu günləri bir də görürsən gec dururlar və deyirlər ki, mən durdum, bir də gördüm ki, artıq azandır, yemək yeyə bilmədim, çox pis oldum. Amma sizə bir söz deyim, bu günləri bu firqə mollalarının bizim üçün qoyduğu və bizə sırıdığı bu saatlar onu yaddan çıxartmayın ki, biz sübh namazı qılmırıq. Bizim sübh qıldığımız, sübh adı qoyduğumuz namazımız gecə namazıdır. O sübh vaxtı deyil. Baxın, xatırlayırsınızsa insanlar deyirdilər ki, bəs əvvəllər sübh namazından sonra insanlar işə çıxırdı, işlərinə gedirdilər, görürdülər, yol gedirdilər, tarlaya gedirdilər. Bəli, bilirsiniz niyə? Çünki sübh namazı sübhün, dan yerinin söküldüyü vaxtı və ondan sonra insan işləməyə çıxa bilər. Amma biz bu günləri sübh namazı qılmırıq, biz gecə namazı qılırıq. Biz gecə namazını qıldıqdan sonra bir saatdan sonra hava açılır. Baxın, Allah bunun sərhədlərini çox gözəl müəyyən edib və tamamilə doğru bir ayə ilə. Məsələn, Bəqərə surəsi 187-ci ayədə Allah Taala bildirir ki, dan yeri söküləndə, yəni ağ sap, qara sapdan seçilənə qədər yeyin için. Sonra gecəyə dək orucunuzu tamamlayın. Yəni gecə girməmiş. Tamam. O qədər bəsit və o qədər sadədir ki, amma biz bu günləri bizim sübh namazı qıldığımız bu gecə namazıdır. Sübh namazı qıldığımızdan bir saatdan sonra dan yeri sökülür. Ona görə də bu günləri gec qalan qardaşlarım bilsinlər ki, hələ vaxtınız var, yeməyinizi yiyin, için. Yəni dan yeri sökülənə qədər, ağ sap, qara sapdan üfüqdə ayrılana qədərdir vaxt. Bugün və bununla da insanlar bilsinlər ki, gec durmayıblar. Yəni bizim bugün qıldığımız sübh namazının vaxtına bir saatdan sonra sübh olur. Qıldığımız sübh namazından sonra bir saatdan sonra sübh olur. Sadəcə olaraq bu mollalar, bu firqə mollaları bizi bu vəziyyətə qoyublar və biz bu günləri öz ibadətimizi vaxtında eləyə bilmirik. İnşallah bir gün vaxt gələr, biz bunun cədvəlini ortaya qoyar. Nəhayət gözəl insanlar bunun cədvəlini ortaya qoyar. Əsl Ramazan ayının orucunu tutar. İkinci bir məsələ, bəzi insanlar var deyirlər ki, biz buradan bir 20 dəqiqə gec tutaq, o biri tərəfdən, axşam tərəfindən 20 dəqiqə gec açsa bu savabdır. Dostlar, bunun heç bir savabı yoxdur. Burada savab, bilirsiniz nədədir? Savab ondadır ki, Allahın dediyini yerinə yetirəsən. 20 dəqiqə, bir saatda aclığı sürdürmək savab əlaməti deyil. Bu sən artıq özün üçün eləyirsən. Biz bu savab qazandıq. Sanki Allah bizi ac saxlamaq istəyirdi. Mən də dedim ki, bax, mən elişəndən bir saatda çox ac qaldım. Mən savabım necə çoxdur? Xeyr, savab bunda deyil. Savab bilirsiniz nədədir? Savab Allahın qoyduğu sərhədlərdədir. O sərhədləri yerinə yetirginə. Allah deyir, bu vaxtı aç ginan. Sübh, yəni qaranlıq sübhə keçdikdə, qaranlığın üstündə sübh gəldikdə artıq sübh namazı olur. Və axşam namazı deyir. Axşam namazında da açırıq orucu. Niyə? Çünki gündüz axşama doğru girir. Bax, bu əsl orucun təmiz vaxtlarıdır. Allah tutduğunuz orucları qəbul eləsin. Təşəkkür edirəm.